Florida ştatındakı tatu salonunun sahibi Wendy Marshall gündə təxminən 2 kiloqram çiy ət yeyir. 28 yaşlı qadın bu addımı ilə My Strange Addiction şousunun yeni mövsümünün ulduzuna çevrilib. Marshall deyir ki, çiy ətə olan sevgisi uşaqlıqdan, nənəsi ilə keçirdiyi vaxtlardan başlayıb. Onun üçün bu sadəcə yemək deyil, həm də emosional əlaqə və tamamilə imtina etməyi planlaşdırmadığı bir vərdişdir. O bu cür davranışın sosial baxımdan iyrənc olduğunu etiraf etsə də, bu onu dayandırmır. Bəs çiy ət yemək niyə təhlükəlidir? Həkimlər xəbərdarlıq edir ki, çiy ətdə təhlükəli bakteriyalar, salmonella, listeriya, kamptobakter, E. coli və parazitlər ola bilər. Müayinə zamanı Marshall'ın bağırsaqlarında xroniki E. coli infeksiyası aşkarlanıb. Əlamətlərin olmamasına baxmayaraq, həkimlər bakteriyaların antibiotiklərə qarşı davamlı ola biləcəyi və digər xəstəliklər üçün ciddi risk yarada biləcəyi barədə xəbərdarlıq ediblər. Partnyorunun ailəsi bu asılılığa ciddi şəkildə qarşı çıxır. Həkimlə məsləhətləşdikdən sonra Marshall yanaşmasını dəyişdirəcəyinə söz verib. O çiy qiymədən imtina edib və yalnız etibarlı mənbələrdən alınan ət yeməyi planlaşdırır. Lakin onun çiy ətdən tamamilə imtina etmək planı yoxdur. Lakin həkimlər qeyd edirlər ki, əlamətlər olmasa belə, gündəlik çox miqdarda çiy ət istehlakı ciddi sağlamlıq riski yarada bilər.